Tovuzda isə erkən evliliyin qarşısı alınıb. 14 yaşlı qızına toy edən ata polis tərəfindən saxlanılıb. Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən toy mərasiminin qarşısı alınan qız danışıb. Özünün ürəyi tutandan sonra mənim uşağımı zorla heç kimi yıxıb başını kəsib vermirlər ərə. Xəstə kişini aparıb vura basıblar 1 aylıq. 4 ildən sonra mənim qızım ailə həyatı quracaqdı. Tovuzun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın toy mərasiminin keçirilməsinin qarşısı alınıb. Əməkdaşlarımız yeniyetmənin ailəsində olub, yeniyetmənin anası Elnarə Ələskərova faktı təsdiq etməyib. Onun sözlərinə görə kənd ərazisindəki kafelərdən birində qızının gələcəkdə sözlənməsi üçün həm mərasimi təşkil olunub. Xeyr, mən heç kimi nə toy eləməmişəm, nə nişan eləməmişəm. Mən apardım, getdim, dedim heç olmasa burada hə cavabı verərəm. O da imkan vermədilər. Milisələr aldılar. Biz onları başa sala bilmədik ki, bu nişan deyil. Bu hə cavabıdır. Biz də bilirik yaşı azdır. Onlar dedi ki, gözləyib bilək ki, bu qız bizimkidir. Yəni başqasına verməyəsiniz. Biz ürəyimizə yatıb, tərbiyəlidir, namuslu ailədir, kasıb ailədir olsa da bizim uyğundur. Dağda tanış olduq. O da anası, atası da görüb, özü də görüb. O da gəlib cavab almağa. O da olmadı. Məclisin keçirildiyi kafenin sahibi Faiq Kərimov deyir ki, yeniyetmənin ailəsi ona digər adamın şəxsiyyət vəsiqəsini təqdim edərək yanlış məlumat verib. Bizə sifariş gəldi ki, yemək hazırlayın bizə. Mən də 30-35 nəfərlik yemək hazırladım. Kərim bəy. Mən də bunlara soruşum nədir? Dedilər ki, elçilikdir. Baxdım ki, nişanıymış. Mən soruşum oradan vəsiqə istərim buradan. Bəli, o bana vəsiqə verdilər. Sonra məlum olur ki, qız az yaşaymış. Mən aradıblar başqa vəsiqlə. Başqa vəsiqlə bəli. Polisin müdaxiləsi nəticəsində toy mərasiminin qarşısı alınıb və tərəflər ərazi üzrə polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Orada onlarla profilaktiki söhbət aparılıb, qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs olunub. Qeyd edək ki, yetkinlik yaşına çatmayan qız 6-cı sinifdən Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbdən çıxıb. Qazax Tovuz Regional Təhsil İdarəsindən yeniyetmənin dərsdən yayınması ilə bağlı hüquq mühafizə orqanlarına rəsmi müraciət edilib. Vasif Vaqifoğlu, Rəşad Əliskəndərov, Pərvin İsmailova, Space Xəbər, Tovuz.